Sizi bir sürpriz gözləyir. Saat. Ay, bu nədir? Telepatiya. Xeyr. İntuisiya. Buyurun, keçək mənim kabinetimə. Yoldaş prokuror. Gedin köməkçinin yanına. Görürsüz ki işim var. Buyurun. Otur. Şahzadə və dilənçini oxumusan. Oxumuşam yoldaş prokuror. Miles yadındadır. Çoxdan oxumuşam yoldaş prokuror. Hə. O Miles yeganə adam idi ki, nə vaxt olur olsun, İngiltərə kralının huzurunda əyləşməyə ixtiyarı vardı. Fazıl Qəmərli təsdiq elədi ki, saat mərhumundur. Bəli. Saat kimdə idi? Rayonumuzda Ziba adlı dul bir qadın var. Bazarda büfetçi işləyir. Bugün Sadı Ustanın yanına o aparım. İzahat almışsınız? Bəli. Buyurun. Oyundardadır. Salam. Salam. Mən sizi tanıyıram. Bakıda Durcu Naçların Respublika seminarında bizə mühazirə oxumusunuz. Belə bir iş olur. Salam. Özünüzü necə hiss edirsiniz? Adam özünü burada necə hiss eləyər? Qoyuruz ki, adam rahatça qalxılıb otursun xarabasında. Ay Allah! Sən mənim günümə bax da. Cəmaat kefdə damaqda, mən də burada milisdə. Yox, yaxı, mənim nə günahım var, Səs-küy salma Ziba. Sən kəs! Oğru pişiklər kimi elə adamın başının üstünü kəstirə bilirsən. Dayan bir. Nədir, yoxsa cəbiyə deyəcəksin? Bura bax, cəbin adı aşağı Səni kəsin. Ay yoldaş Nəçərnik, axı mənim nə günahım var, Saatdır, nə olsun, tapmışam da. Özgənin cibinə girməmişəm ki. Saatı hardan tapmışsınız? Ona hamısını demişəm, bittə hamısını yazdı, altından da qol çəkdirdi məcburi. Nədir, olmaya savadı çatmayıb, pis yazıb, Yox, pis yazmayıb. Zəhmət olmasa mənə də danışın. Bugün tapmışam. Satmaq istəyirdim, bu mərdimazar da başımın üstüne alıb gətirdi bura. El içində rüsvay oldum. Qutusunu neynəmişsiniz? Nə qutu? Saatın qutusunu. Balaca dəri qutu idi. Hə, qutu eşit tulladım getdi. Hara tulladınız? Nə bilim, hara tulladım. Vağzalda nə çoxdur yer. İkiyəsini tanımır orada. Çox elə yadımda qalıb. Yox. Söhbətimiz tutmadı Ziba xanım. Yoldaş Nəçərnik, valla mən düz danışırım. Siz yalan danışırsınız. Bu işdə də yalan danışmaq özü bir cinayətdir. Saadını satmaq istədiyiniz adamı öldürüblər. Necə? Valla, axı mən yalan danışmıram. Qutu nə rəngdə idi? Fikir vermədim, üstünü palça örtmüşdü. Yenə yalan deyirsiniz. Bu saatın heç qutusu olmuyor. Siz onu nə görmüsünüz, nə də tullamısınız. Aha, necə olmuyor, özünüz dediniz. Yaxşı. Gedin evinizdə olun.
Oktay, bəli. Kimin maşını? Cəbinin. Harda işləyir o? Seninle danışmak istiyorum. Buyur. O gece ben vağzaldaydım. Gece vaxtı vazalda nə inirdin? Kocayla danışmak istiyordum. Nə barədə? İsteyirdim, kardeş oğlu kızdan el çeksin. Şimdi görürüm sözüm yere düşecek. Aralarında qıratken olmayacak ki. Niyə işləmirsən? Hı? Deyirəm, niyə işləmirsən? Məsəl var, nəçəni deyərlər. Adamın adı çıxınca canı sayar. Oğruyum aşa iş veren kimdir? Onunla işlemek isteyen kimdir? İçim özümü yandırır. Çölüm özgesini. Ben bir dora qayıtmaq istəmirəm.